Hörmətli istifadəçilər, kleylərin yəni nəyə uyğundur onu sizə izah edəcəm. Bu svarka kleyidir. Bunu vurduğunuz svarkada belə hətta deşmir, çox güclü bir şeydir. Bu 1.50-dir. Sonra sadə bildiğin qurbağa kley, bunlar bizdə var. 1 manata 1.50-dir. Bu anabala kley. Bu da su gələ-gələ, hətta bunu vurursan su gəlir, yavaş-yavaş yəni sızmaları kəsir. Bu kley yaxşı, anabala kleyi. Sonra skoçlardır, suyun qarşısını kəsən skoçdur. Bir yana bunun özelliği var ki, hörmətli istifadə vurdunuz, üstünü yandıranla, jajqalka deyək, onunla belə qızdırırsınız. Bu saqqız kimi, qır kimi yapışır. Üstü alüminiumdur. Su buraxmayacaq. Bunlar da 2-3 manat 50 getmək var, belə qiymətlərdir. Metresinə görə dəyişir. Sonra bu kley də varımızdır. Bunlar 1 manatdır. Sonra kalbasa kleyidir, bu da suyun qarşısını kəsəndə bu az qalır. Sonra su sızmalarının qarşısını kəsən kleylərdir. 1 manatdan üzü yuxarı hər cür qiymətə var. Vurursan yerə, pola vursan, lap basen ilə oranı su aşağı getməyəcək. Bunlar 1 manatda sadə kleylərdir. Bu da ki, svarkadır. Buna quru, skoy svarka deyirlər. 3 dənəsi 1 manat. Teymur sormağınızda hörmətli istifadəçilər. Hər bir şeyi nəyə yapışdırmaq istəyirsin, kleylər çoxdur bizdə geniş seçimdə. Sağ olun.